Salam, hörmətli izləyicilər. Bugün 3-cü qruplar üçün nəzərdə tutulmuş test toplusundan bəzi testlərin izahına baxacağıq. Testlər fonetika bölməsinə aiddir. Başlayaq. Hecalara düzgün bölünməmiş sözlər cərgəsini müəyyən edin. Deməli, baxırıq. Həmin sözü, traktor sözü 2 hecalıdır və hecalara düzgün bölünüb. A düzdür. Soy ad, hərbi, B də düzdür, B-ni də çıxıram. Bədii, sarımtıl, C də düzdür, uzun, mexanika bu sözü düzgün ayrıldı. Amma Dağıstan və avtoqraf sözləri hecalara düzgün bölünməyib. Çünki qraf hissəciyini biz ayıra bilmərik. Həmçinin Dağıstan sözü də bu şəkildə ayrılması düzgün deyil. Cavab olacaq 1-də D. 2-yə baxırıq. Ahəng qanununa tabe olmayan sözlərin cərgəsini müəyyən edin. Bilirik ki, ahəng qanunu sözdə qalın və ya incə saitlərin bir-birini izləməsidir. Deməli, baxırıq. A variantında ahəng qanunu gözlənilib, B-də gözlənilib, D-də gözlənilib, E-də gözlənilib. Bir dənə C bəndində ahəng qanunu pozulub. Ona görə düzgün cavab olacaq C bəndi. Hansı sözdə ahəng qanunu sonuncu hecada pozulmuşdur? Baxaq. Müqavilə sözündə ümumiyyətcə ahəng qanunu pozulub. Ailə sözündə ilk hecada pozulub. Baməzə sözündə ilk hecada pozulub. Təəssübkeş sözündə ahəng qanunu gözlənilir. Müddəa sözündə isə ahəng qanunu son hecada, bax bu hissədə pozulmuşdur. Ona görə cavab olacaq 3-də D bəndi. 4. Ahəng qanunu hansı sözdə pozulmamışdır? Lokallaşdırma yazılır, lokallaşdırma deyilir. Deməli, burada qalın saitlərin ahəngi gözlənilib. Cavab olacaq elə A. Baxaq. Məhrumiyyət sözündə pozulub, mübarizə sözündə pozulub, ehtiram sözündə pozulub, morfoloji yazılır, morfoloji deyilir. Burada da pozulub. Cavab olacaq 4-də A. Hansı cərgədəki sözlərin hamısında ahəng qanunu pozulmuşdur? Baxaq. Deməli, burada hərrac sözündə pozulub, B-də eqoizm sözündə pozulub, C-də səfalət sözündə pozulub. Deməli, bizdən isə hamısında pozulanı istəyir. E-də ümumiyyətcə pozulmayıb, D variantı olacaq. Musiqi, batareya, yemişan. 5-də olacaq cavab D. 6. Sözlərdən birinin hecalara bölünməsi yanlışdır. Etibarnamə düz bölünüb, Dağıstan düz ayrılıb, idarəçilik düz ayrılıb, Türkmənistan, bəli, bu şəkildə ayrılmalıdır. Respublika sözün bu şəkildə hecalara bölə bilmərik. Yanlışdır. 6-da cavab olacaq D. 7. Hansı cərgədə sözlərin hamısı hecalara düzgün bölünmüşdür? Yazıcılıq sözünü bu şəkildə ayıra bilmərik. A-nı çıxıram. Heç B-də də düzgün ayrılmayıb, C-də də düzgün ayrılmayıb, E-də də düzgün ayrılmayıb. Düzgün cavab olacaq 7-də D bəndi. 8. Ahəng qanununa tabe olmayan şəkilçiləri göstərin. Ahəng qanununa tabe olmayan şəkilçilər bir variantlı şəkilçilərdir. Baxaq görək hansı variantdadır. Cavab olacaq 8-də A bəndi. 9. Vurğusu dəyişməklə mənası dəyişməyən sözlərin cərgəsini müəyyən edin. Deməli, gözlə sözü bir feil olaraq düşünə bilərəm. Bir də vurğudan asılı olaraq, bir də isim kimi düşünə bilərəm gözlə. Deməli, bir vurğusu dəyişməklə mənası dəyişən sözdür. Ona görə bir olan variantları çıxıram. C gedir, D gedir. Xeyli sözü vurğusu dəyişməklə mənası dəyişmir. 2-ni götürürəm. Büzmə. Bir büzmə sifət olar. Bir də vurğusu burada olanda, yəni əvvəldə olanda feil olar. Büzmə. Nə isə büzmə. Deməli, bunun da mənası dəyişdi. 3 də mənə lazım deyil. Azdırmaq. Bir azdır, kimisə azdırmaq feil kimi işlənəcək. Bir də azdır, çoxdur, say olaraq işlənəcək. Deməli, burada da mənası dəyişir. Ona görə 4-lər də çıxıram. Qalır nə? 2, 5, 6 düzgün cavab olacaq 9-da E bəndi. Ona baxırıq. Hansı cərgədəki sözlər hecalara düzgün ayrılmışdır? Gəlin baxaq. Bax, ata sözü səhv ayrılıb. Dəniz sözü səhv ayrılıb burada. Kitab sözü burada səhv ayrılıb. C-ni də çıxıram. Qılınc sözü E-də səhv ayrılıb. Bir dənə qalır A bəndi. Onda cavab A. 11. Hansı sözdə həm ahəng qanunu pozulmuş,
həm də uzun sait işlənmişdir. Baxaq. Səma sözündə ahəng qanunu pozulub, amma uzun sait işlənməyib. Ona görə A-nı çıxıram. Bəziləri sözündə ahəng qanunu pozulmayıb. Namus sözündə də ahəng qanunu pozulmayıb. Divardakı sözündə ahəng qanunu pozulub, amma uzun sait işlənməyib. Cavab olacaq 11-də C bəndi. Şücaət, qiraət, həm ahəng qanunu pozulur, həm də uzun sait işlənib. Deməli C. 12. Sözlərdən birində vurğunun yerini dəyişməklə sözün mənası da dəyişir. Deməli, optika sözündə vurğunu dəyişsək də məna dəyişmir. Həmçinin talehdir, hakimdir, qarı sözləridir. Bunlarda vurğunu dəyişsək də heç bir məna dəyişmir. Amma orqan sözündə vurğu birinci hecaya düşərsə, tələffüz bu şəkildə olacaq. Orqan. Bu olacaq biologiya termini. Amma vurğu ikinci hecaya düşərsə, tələffüz olacaq nə? Arqan. Bu da musiqi alətidir. Musiqi aləti. Ona görə 12-də cavab oldu. E bəndi. Hansı sözdə vurğu sonuncu hecaya düşmür? Deməli, yazmışdır sözündə vurğu ikinci hecaya düşür. Elə bizdən də sonuncu hecaya düşməyən istəyir. Ona görə alacaq A bəndi. Oxusalar, əsərlərin, meşədəki, gəldilər, bu sözlərin hamısında vurğu ikinci hecaya, yəni sonuncu hecaya düşür. 13-də cavab A bəndi. 14. Sözlərdən birinin vurğusu düzgün göstərilməmişdir. Deməli, vurğusu düzgün göstərilməyən sözü istəyirsə, biz götürəcəyik B bəndini. Çünki oxumuşdun sözündə vurğu 2-yə düşməlidir. 14-də cavab B. 15. Hansı sözlərdə vurğu birinci hecaya düşür? Mexanika sözündə, deməli, vurğu İK varsa, İK hissəciyi varsa, vurğu İK-dan əvvələ düşməlidir. Yəni, A-nın üzərinə. Ona görə birləri çıxıram. Kataloq sözündə, əgər loq insan anlayışı bildirmirsə, deməli, vurğu loqun üzərinə düşür. Vurğu düşür 2-də, kataloq sözündə 3-cü hecanın üzərinə. Deməli, mən B-ni də çıxıram. Dovşan sözündə vurğu düşür 2-ci hecaya, benzin sözündə 2-ci hecaya, yumor 1-ci hecaya, hospital 1-ci hecaya, marşal 1-ci hecaya. Cavab olacaq 5, 6, 7, 15-də E bəndi. 16. Hansı cərgədəki sözlərdə vurğu sonuncu hecaya düşür? Deməli, baxırıq. Tələbədir, boyunbağı, həkimsiniz. Bax, həkimsiniz sözündə əsas nitq hissəsinə artırılan hissəcikdə, yəni şəxs olunduqları vurğu qəbul etmir. Ona görə burada sona düşmür. Mən A-nı çıxıram. Nəğməkar sona düşür. Ağac dələn sola düşür. Çəmənlik sona düşür. Lirika İK-dan əvvələ düşəcək 1-ci hecaya. Poeziya İ-dan əvvələ düşür. Afrika 1-ci hecaya düşür. Ona görə C-ni də çıxıram. Klinika 1-ci hecaya düşür. Sponsor 1-ci hecaya düşür. Vokal 1-ci hecaya düşür. D-ni də çıxıram. Fabrik sonuncu hecaya düşür. Coğrafiya İ-dan əvvələ düşür. Romantika İK-dan əvvələ düşür. Deməli, 16-da cavab olacaq B bəndi. 17. Hansı cərgədəki sözlərdə vurğunun yerini dəyişməklə sözlərin mənası dəyişir? Baxaq. Deməli, lirik sözündə dəyişir, vurğunun yerini dəyişməklə mənası, amma komediya sözündə dəyişmir. Ona görə mən A-nı çıxıram. C-ni də çıxacam. Çünki bu sözlərdə də vurğunun yerini dəyişdikdə mənası dəyişmir. Burada bir dənə genetik sözündə dəyişir. D-də qalanlarında dəyişmir. E-də də bir dənə antibiotik sözündə dəyişir. İndi baxırıq B-yə. Deməli, bildir sözü. Bax, bildir sözü zərf olanda vurğu düşür 1-ci hecaya. Bildir sözü feil olanda bildir sözü. Bildir sözü feil olanda vurğu düşür 2-ci hecaya. İndi dimdik sözü də onun kimi. Deməli, dimdik
Birinci hecəyə düşürsə sifət və ya zərf, amma sonuncu hecəyə düşürsə quşun dimdiyi. Burada olacaq isim. Elektrik sözü də vurğu 2-də olanda bu olur peşə sənət bildirir. Peşə. Vurğu sonda olanda, bunun üzərində olanda bu enerji bildirir. Yəni elektrik enerjisi. Deməli 17-də cavab olacaq B bəndi. 18. Vurğusu son hecəyə düşməyən sözlər cərgəsini göstərin. Deməli elə A variantını çıxıram. Relyef sözündə sona düşür. Realizm sözündə sona düşür. B-ni də çıxıram. Təkrir sözündə sona düşür. D-ni də çıxıram. Sulfat sözündə sona düşür. E-ni də çıxıram. Bir dənə qalır C bəndi. Deməli 18-də olacaq. C bəndi. Flora deməli 1-ə düşür. Funksiya 1-ə düşür. Ellipsis burada da 1-ə düşür. 19. Hansı sözlərdə vurğu birinci hecanın üzərinə düşür? Baxaq. Əsla 1-ə düşür. Deməli, biri 1-dir. 1 olan variantları saxlasam, bir dənə A ilə B qalır. Qalan variantları itirirəm. Nida sözündə 2-yə düşür. Qəti sözündə sona düşür. Əlbəttə, burada deməli 2-yə düşür. Kafedra 1-ə düşür. Bəzi 1-ə düşür. Viza 1-ə düşür. Vida sözündə də sona düşür. 19-da cavab olacaq A bəndi. 20. Vurğusu son hecəyə düşən sözlər cərgəsini göstərin. Nəzirə sona düşür. Qrafika, biz demişdik İK hissəciyində İK-dan əvvələ düşür. Ona görə mən 2 olan variantları itirməliyəm. Deməli A bəndi getdi, C bəndi getdi. Deputat sona düşür. Kamera 1-ə düşür. Elə 4 olan variantı çıxsam B-də gedir. Qalır nə? D-də gedir. Rübab. Cavab olacaq 20-də E bəndi. 21. Vurğusu ikinci hecəyə düşən terminləri müəyyən edin. Reduksiya İA hissəci olanda İA'dan əvvələ düşür. İK olanda İK'dan əvvələ düşür. Mexanika, sulfat sözündə də ikinci hecəyə düşür. 21-də cavab A bəndi. 22. Vurğusu birinci sözün üzərinə düşən mürəkkəb sözləri müəyyən edin. Deməli, hansı ki mürəkkəb sözlər var da vurğusu birinci hecəyə düşən hansıları idi? Ağdam, Ağdaş, Qızılgül, dünya görüşü elə olacaq 22-də B bəndi. 23. Hansı sözlərdə vurğu sonuncu hecəyə düşmür? Baxaq. Bax elə mən 2-ni çıxıram. Çünki anormal sözündə vurğu sona düşür. Deməli, A ilə E getdi. Ramiz sözündə vurğu sona düşür. 3-ü də çıxıram. D-ni də itirdim. Nümunə sözündə vurğu sona düşür. 4 olanları da çıxıram. 4-ü də çıxıram. Sifariş sözündə də sona düşür. 5-i də çıxıram. Elə cavab qaldı nə? C bəndi 23-də. Deməli, İngiltərə sapsarı sözündə 1-ə düşür. Coğrafiya sözündə də 2-yə düşür. Hansı sözlərdə sait uzanması birinci, vurğunun yeri ikinci hecazdadır? Baxaq. Deməli, sait uzanması deyir birinci hecəyə çıxsın, vurğunun yeri ikinci. Burada laləzar sözündə, daha doğrusu başlasaq, laləzar sözü mənim şərtimi ödəmir. Ona görə birləri çıxıram. Laqeyd, uzanma birinci hecadadır, vurğu düşür sona. Deməli, biri 2-dir. Laboratoriya sözündə vurğu ikinci hecəyə yox, dördüncü hecəyə düşür. Ona görə mən 3-ü də çıxıram. 3 də mənim şərtimi ödəmir. Bilavasitə. Burada vurğu sona düşür. 4-ü də çıxıram. Mənə lazımdır 2 ilə olan. Deməli, mən 4-ü də çıxdım. Ya C olacaq, ya D olacaq. Deməli, 600% var. Onda baxırıq deməli 5-dən 7-yə. Baxaq 7-yə. Namus sözündə birinci hecada uzanma var. Vurğu da düşür sonuncu hecəyə. Olacaq 24-də D bəndi. 25.
Vurğusu birinci hecəyə düşən sözlər cərgəsini müəyyən edin. Məgər sözündə 1-ə düşür. Artıq sözündə sona düşür. Sona düşdüyü üçün 2 olan bəndləri çıxıram. Deməli, gəlsənə sözündə vurğu birinci hecəyə düşmür. Ona görə mən 3-ü də çıxıram. Bəli sözündə vurğu birinci hecəyə düşür. Təkcə sözündə vurğu sona düşür. 5-i də çıxıram. Tək sözündə 1-ə düşür. Cavab olacaq 25-də B bəndi. 26. Vurğusu son hecaya düşməyən sözlər hansılardır? Baxaq. Məncə, səncə, cəcə vurğu qəbul etmirdi burada. 1-i götürəcəm. Deməli, 1 ilə başlayan variantlara baxsam, digər variantları itirirəm. Deməli, 4 100% var. 3-dən 6-ya baxacağıq. Yəqin sözündə vurğu sona düşür. Ona görə 6-nı da çıxıram. 26-da cavab olacaq. C bəndi. 27. Hansı cərgədə ahəng qanunu pozulmuş sözlərdən yalnız birində uzun tələffüz edilən sait var? Baxaq. Qiyafət, minarə, hər ikisində uzun tələffüz olunan sait var. Ona görə A-nı itirirəm. Deməli, ahəng qanunu pozulmuş sözlər deyir burada. C-də şəhər sözündə pozulmayıb. Ona görə C-ni də çıxıram. Daha sonra və deyir ki, birində uzun tələffüz olunan söz olsun. Mətanət, sahil. Ona görə E-ni də çıxıram. Yeganə, nümunə. Hər ikisində uzanma var. D-ni də çıxıram. Sənaye uzanır. Amma stəkan sözündə uzanma yoxdur. 27 olacaq. B bəndi. 28. Hansı cərgədə ahəng qanunu pozulmuş sözlərdən yalnız birində uzun sait var? Sükunət, hekayə, hər ikisi uzanır. A-nı çıxdıq. Sənaye, bərabər, hər ikisi. B-ni də çıxdım. Elat, çinar, burada da hər ikisi uzanır. Cəsarət, rəşadət, hər ikisi uzanır. Amma yeganə sözündə uzanma olsa da fabrikdə uzanma yoxdur. 28 olacaq. C bəndi. 29. Vurğusu ikinci hecaya düşən sözləri müəyyən edin. Deməli, vurğusu ikinci hecaya düşəni istəyir. Burada qəflətən sözü var. Qəflətən sözündə deməli, lövhəcik, qürurla, qəflətən, nəsihət gələrkən. Burada arkən ərkəndə vurğu bilir ki, bir tərəfi qəbul edir. Ona görə gələrkən biri olacaq 5. Nəsihət sözündə vurğu sona düşür. 4-ləri çıxıram. Harada 4 varsa çıxıram. Qəflətən sözündə də vurğu sona düşür. 3-ləri də çıxıram. Qaldı nə? 2, 5, 29-da cavab C bəndi. Uzun saiti birinci, vurğusu sonuncu hecada olan sözləri müəyyən edin. Deməli, uzun sait birinci hecada olacaq, vurğu olacaq sonuncu hecada. Baxaq, abunə, birinci hecada uzanma var, vurğu sona düşür. Daha doğrusu yox. Yanlış dedim burada. Burada abunə. Uzun saiti ikinci hecadadır, vurğu sondadır. Ona görə bir olan variantları çıxıram. B ilə Y getdi. Tövsiyə sözündə vurğu sondadır, uzanmada 2-dədir. Ona görə mən 2-ləri də çıxıram. Deməli, baxırıq. Ahəstə birinci hecada uzanma var, vurğu sona düşür. Biri 3-dür. Daimi birinci hecada uzanma var, vurğu da sona düşür. Biri də 4 olacaq. 3, 4 ya 5-dir ya 6-dır. Deməli, baxaq. Ehtimal sözündə uzanma ikinci hecadadır. Ona görə 5 demək lazım deyil. 30-da cavab olacaq A bəndi. 31. Vurğusu dəyişməklə mənası dəyişən sözlər cərgəsini müəyyən edin. Deməli, lirika sözündə vurğusu dəyişməklə mənası dəyişən söz deyil. Bir olan variantları çıxıram. Klinika sözündə həmçinin satirik, elektrik və şaxta sözləri olacaq. 31-də cavab E bəndi. 32. Hansı nümunədə fərqləndirilmiş sözlərdə vurğu birinci hecaya düşür? Deməli, baxaq.
Vaqif, öyünmə ki, kəmalımız var. Vaqif sözü burada xitab olduğu üçün vurğu 1-ə düşəcək. Deməli, biri 1-dir. Epiqraf bədi əsərin əvvəlində verilir. Xeyr, burada birinci hecəyə düşmür. Ona görə mən 2-ləri də çıxıram. Vahid, sorma, vətən nədən yaxşıdır? Deməli, burada da xitabdır. Birinci hecəyə düşəcək. 3-dür. Vaqif əsərin baş qəhrəmanıdır. Burada sona düşür. Vaqif sözündə, ona görə 4-ə çıxıram. Ədəbiyyatşünaslıq dastana eposda deyilir. Epos sözündə 1-ə düşür. 32-də cavab E bəndi. Sait uzanması 2-ci, vurğunun yeri 3-cü hecada olan sözləri müəyyən edin. Deməli, vurğunun yeri 3-cü heca deyirsə, bax, qrafika sözündə 2-ci hecaya düşür. Elə ona görə birləri çıxıram. A ilə Y getdi. Təlatüm, burada A uzanır, vurğu da düşür 3-cü hecaya. Deməli, biri olacaq 2. Zabitlik, burada uzanma 1-ci hecadadır. Ona görə mən 3 olan variantı da çıxıram. Yubilyar sözündə 1-ci hecadadır uzanma. Mən deməli 4-ü də çıxıram. Şəlalə, A uzanır, vurğu 3-ə düşür. Ədavət, A uzanır, vurğu 3-ə düşür. Cavab olacaq 33-də B. 34. Uyğunluğu müəyyən edin. Vurğusu 1-ci hecadadır, 2-ci hecadadır və 3-cü hecadadır. Baxaq, miqrasiya sözündə vurğu İyadan əvvələ düşür. Deməli, 2-yə. 2-yə yazacağıq A. Parametr sözündə vurğu 2-ci hecəyə düşür. Deməli, bu da bura gedəcək. Qəhqəhə sözündə vurğu düşəcək 3-ə. Qəhqəhə. Natamam. Burada da 3'ə düşür. Kompleks. 1-ci hecəyə düşür. Deməli, oldu nə? 1Y, 2AB, 3CD. İzlədiyiniz üçün təşəkkürlər.